Mənim adım Lətifədir. 60 yaşım var. Bakının kəndlərinin birində, balaca bir həyət evində tək yaşayıram. Yoldaşım rəhmətə gedəndən bəri ocağımın işığı sönüb. Bir ümidim var. Oğlum, Elşən. Elşən illər əvvəl Ruzi dalınca Rusiyaya getdi. Orada ailə qurdu, uşaqları oldu. Evi eşiği, imkanı yaxşıdır, deyib gülür. Amma mən burada 4 divar arasında qalmışam. Hər sabah namaza dururam. Həyat bacaya əl gəzdirirəm. Özüm üçün bir loxma çörək hazırlayıram. Axşam olanda isə gözümü qapıya dikib otururam. Nə gələnim var, nə gedənim. Elşən də çox zəng eləmir. Arada pul göndərir. Ana, az qaldı gələcəyəm deyir. Amma gəlib çıxmır. Yenə də anayam. Ürəyim ondan soyumur. Otağımın baş küncündə onun uşaqlıq şəklini qoymuşam. Hər gün baxıb boy-buxununa qurban kəsirəm. Bir gün qapı döyüldü. Açdım ki, Elşən. Gözlərimə inanmadım. Elə bildim yuxu görürəm. Boynuna sarıldım. Göz yaşım sel kimi axdı. İçəri keçdi. Dərhal samovarı qaynatdım, süfrə açdım. Uşaqlar necədir? Yoldaşın necədir? Deyə soruşdum. Yaxşıdılar, ana. Ana, sən burada tək-tənha qalmısan. Ürəyim dözmür. Gəl bu evi sataq. Səni özümlə aparım. Orada nəvələrinlə diz-dizə oturarsan. Qocalıq vaxtında xidmətində durarıq. Əvvəl razı olmadım. Oğul, bura atanın yurdudur. Mən bu qapını necə bağlayıb gedim? Dedim. Amma Elşən əl çəkmədi. Ən aman elədi ki, orada sənin üçün cənnət yaradacam. Axırda ana ürəyi dözmədi. Yaxşı, dedim. Evimi satdım. Elşən bütün pulu özü götürdü. Çamadanımı yığdım. Birlikdə hava limanına getdik. Həm kədərli idim, həm də xoşbəxt. Çünki artıq balamın yanında olacaqdım. Terminalda Elşən mənə dedi, Ana, sən burada otur, yorulmusan. Mən gedim bir təkərli araba tapım. Yol çox uzundur, piyada yeriyə bilməzsən. 5 dəqiqəyə qayıdıram. Oturdum, gözlədim. 10 dəqiqə keçdi. Elşən yoxdur. Yarım saat keçdi, gəlmədi. Ürəyimə damdı ki, nəsə düz deyil. Ətrafdakı hər kəsə baxırdım, amma balamı görmürdüm. Yox, Elşən məni qoyub getməz, o mənim tək balandır, deyib özümə təsəlli verirdim. 1 saat keçdi. Qanım qaraldı. Dizlərim əsməyə başladı. Bir polis nəfəri yaxınlaşdı. Xala, xeyir ola, kimi gözləyirsən? Dedim, oğlun gələcək, məni Rusiyaya aparır. Polis soruşdu. Oğlunun şəkli var? Çantamdan Elşənin şəklini çıxardım. Həm də biletimi göstərdim. Polis başını buladı. Xahiş edirəm, burada gözlə, mən içərini yoxlayım. Xeyli vaxt keçəndən sonra polis qayıtdı. Üzü çox ciddi idi. Yanımda oturdu və yavaşca dedi, xala, çox üzgünəm. Oğlun təyyarəyə minib və artıq gedib. Təyyarə çoxdan havaya qalxıb. O təkərli araba götürməyib, tək gedib. Donub qaldım. Bir anlıq ürəyim dayandı. Çox yavaşca dedim,
Yox, bu doğru ola bilməz. Oğlum Elşən məni sevir. Dünya başıma fırlandı. Dilim ağzım qurudu. Yalan deyirsən, deyib ağladım. Polisin də gözləri doldu. Vallah xala, bəzi oğullar var ki, onlara oğul deməyə dilin gəlmir. Həmin polis, adı Vüqar idi, məni eləcə qoymadı. Sən mənim anam sayılarsan. Mənim anam 5 il əvvəl rəhmətə gedib. Səni bu halda buraxmaram, bizim evə gedək. Yoldaşım sənə qulluq eləyər. Bir loxma çörəyimizi kəsərik. Məni evinə apardı. Həyat yoldaşı Günay məni elə qarşıladı ki, elə bildim öz doğma qızımdı. O gecə sabaha qədər ağladım. Həm evim getmişdi, həm də illərlə böyütdüyüm balam məni satmışdı. Səhər açıldı. Vüqara bir zəng gəldi. Üzü dəyişdi. Eyvana çıxıb pıçıldaşdı. Amma mənə heç nə demədi. Sonradan bildim ki, Elşənin mindiyi təyyarə qəzaya uğrayıb, hamı tələf olub. Vüqar mənim ana ürəyim dözməz deyə gizlədibmiş. Çünki mən hələ də hər namazımda onu dua edirdim. Yolunu azıb inşallah qaydar. Aylar keçdi. Vüqar və Günay mənə öz anaları kimi baxdılar. Dərmanımı aldılar. Qulluğumda durdular. Bir gün Vüqar soruşdu. Xala, kənddəki ev üçün darıxmırsan? Dedim, oğul, mən o evi itirdim. Amma burada əsl ailə tapdım. Elşən məni atsa da, Allah mənə sənin kimi bir oğul yetirdi. Bəs siz Lətifə xalanın yerində olsaydınız, övladınızı bağışlayardınızmı? Şərhlərdə fikirlərinizi yazın. Əgər hekayəni bəyəndinizsə, Hər Şeyşünas kanalımıza abunə olmağı, videomuzu like etməyi və öz fikirlərinizi rəylərdə bizimlə bölüşməyi unutmayın. Növbəti videolarda görüşənədək.